Adnan Əhmədzadədən sonra ölkə gündəmini silkələyən Ramiz Mehdiyev işi ilə bağlı hər gün yeni detallar, yeni təfərrüatlar açıqlanır. Bildiyimiz kimi Ramiz Mehdiyevin ittiham olunduğu maddələrdən biri də Cinayət Məcəlləsinin 274-cü, dövlətə xəyanət, 278-ci, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama maddələridir. Ajiotaj doğuran bu ittihamlar öz təsdiqini tapacağı təqdirdə Mehdiyevin tək hərəkət etmədiyi, ətrafında böyük bir dırnaqarası komandanın olması şübhə doğurmur. Düzdür, zaman-zaman bir neçə deputatın, o cümlədən bir neçə məmurun onunla birlikdə olduğu haqda fikirlər dolaşır. Lakin bildiyimiz kimi Mehdiyevin ən yaxın adamı olan sabiq köməkçisi Əli Həsənov da bu işdə mənə nə dəxli deyib yaxasını kənara çəkən şəxslərdən birincisidir. Təbii ki, heç kim batan gəmidə qalmaq istəmir. İndi isə ehtimal olunan dövlət çevrilişi ilə bağlı daha bir detal üzə çıxır. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu YouTube kanallarından birinə müsahibəsində iddia edir ki, Hərbi Hava Qüvvələrinin sabiq komandanına da çevrilişdə iştirak etmək təklif olunub və o buna razılaşmadıqda isə işindən azad edilib. Və burada çox maraqlı bir məsələ var. Bir neçə bir il bundan təxminən qabaq Azərbaycan Hava Qüvvələri komandanı, hava qoşulan komandanı bir general belə bir bəyanat verdi ki, mən Müdafiə Naziri işləyirdim, bir nəfər general gəldi mənim yanıma, dedi ki, biz bir qrup yaratmışıq. Bu şeyə diqqətlə qulaq asın. Daxili Müdafiə Naziri bir qrup yaratmışıq. Səncə bu qrupun üzvü ol. Deyir, mən dedim ki, mən niyə ki, qrupun üzvü olmalıyım? Mən prezidentə sədaqətliyəm, dövlətimə xidmət, qrupun niyə üzvü olmalıyım? Deyir, dedi, əgər sən bizim qrupu üzvü olmazsa, sən Müdafiə Nazirliyində işləyə bilmərsən. Ondan bir həftə sonra Zakir Həsənov çağırdı, heç bir səbəb göstərmədən məni işdən azad edərdi. Mən bu məsələni o vaxt demişəm. Prezidentə müraciət eləmişəm, bu general deyir ki, məni bir qrupun üzvü olmadığıma görə işdən çıxardıblar. Maraqlan yox, nə qrupdur? Çünki niyə? Əbülfəz Elçibər kimi yıxdı. Sürət Hüseyinov ətrafda toplanan vay hərbiçilər. Bax, indi gəlirəm bura. Ramiz Mehdiyevə qarşı silahlı yolla, zorakı yolla hakimiyyəti devirmək ittihamı irəli sürülür. Bir adamın silahlı yolla çevriliş eləməsi üçün silahlı qüvvələrdə adamları olmalıdır. Azərbaycanda 4 dənə silahlı qüvvə vardır. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, bir də Fövqəladə Hallar Nazirliyi. Bu cinayəti Dövlət Təhlükəsizlik Xidməti qaldırdığına görə deməli ondan burada əlaqəsi yoxdur. Dövlət Təhlükəsizlik Xidməti bu xəyanətin içində deyil. Bu hərbi yolla dövlət çelişinin içində. Çünki niyə? Özü-özünə qarşı cinayəti qaldıra bilməz. Məntiq bunu deyir də. Əgər bunu Daxili İşlər Naziri qaldırsaydı, mən deyərdim ki, Daxili İşlər Naziri bunun içində deyil. Deməli, 3 dənə güc strukturu bu və başqa da şübhə altına düşür. Bunların da əsas ən güclüsü Müdafiə Naziri. Çünki bütün silah, sursar, hər şey var. Yox, biz deməyək, heç kəsi tabii, nə Daxili İşlər Naziri mən deyirəm, nə bu istintaqla gedəcək. Amma zorakı yolla hakimiyyəti devirmək istəyən bir adamın əlindəki o zorakı vasitələr nədən ibarətdir? O zorakılığı kimlər edəcək? Ondan necə təşkil olunub? Mənim diqqətimi həmin generalın verdiyi bəyanat cəlb elədi bu hadisədən sonra. Müdafiə Nazirliyinin tərkibindəki qrup. Bu günə qədər o qrupun üzvləri, onların fəaliyyəti Azərbaycanda Müdafiə Nazirliyinin daxilində hansı işləri aparacağı ilə bağlı heç bir məlumat yoxdur. O hava qoşunları komandanı da bu günə qədər işə bərpa olunmayıb və şikayət edir, şikayətə də baxan yoxdur. Bəs kim olub bu komandan? Təklifi kim edib? Suallar açıq qalır. Məlumunuz olsun ki, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov olub. Lakin 58 yaşlı general hərbi xidmətdə olmağın son həddi nəzərə alınmaqla 2024-cü ilin oktyabr ayında ehtiyata buraxılıb. O, bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi. Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Ramiz Tahirov vəzifəsinin öhdəsindən layiqincə gələn bir hərbi qulluqçu olmaqla yanaşı, həm də daim dövlətinə və xalqına bağlı bir vətəndaş olub. Ramiz Tahirovun belə bir işə qol qoyacağını mən əsla düşünmürəm. Çünki Ramiz Tahirov çox savadlı, çox belə vəzifəsinə bağlı bir insan olub. Ona görə də ona bu təklif edən adam, yəni mənim üçün qarmağa qalır ki, hansı ağılla Ramiz Tahirova belə bir təklif edə bilir. Ramiz Tahirov artıq xeyli müddətdir Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı deyil, artıq o vəzifəni Vətən Müharibəsi qəhrəmanı Namiq İslamzadə icra edir prezidentin sərəncamına əsas. Bir də yenə də demək istəyirəm, əgər doğrudan da belə bir təklifi irəli sürən adam olubsa, deməli o adam müəyyən olunmalıdır. O adam bugün də deməli ölkə üçün, dövlət üçün təhlükədir. Yəni belə adamlar
işi olmalıdır. O adamlar qanun qarşısında cavab verməlidir. Kimliyindən asılı olmuyor. Yox, yəni dövlət çevrilişi etmək haqqında düşünən adamlar xəstə adamlardır. Özdə indiki dövrdə Qalib ordunun deməli indi öz Ali Baş komandanını devirmək və yaxud da ki ona xəyanət etmək, yəni şansı sıfırdan da aşağıdır. Yəni orada heç cüzi bir məqam ola bilməz. Mən başa düşürəm, uzun illər vəzifədə olmuş adamlar, bu dövlətin varından, dövlətindən yararlanan adamlar üçün ağırdır. Yəni vəzifədən getmək, öz kresloları ilə vidalaşmaq, amma heç kim yəni o haqqı düşünə bilməz. Nə qədər yoxşanlar, nə qədər çətinliklər olsa da Azərbaycanda bu işi, yenə də deyirəm, hər şeyi qanun çərçivəsində eləmək lazımdır və heç kimin də Azərbaycan qanunlarını pozmağa ixtiyarı yoxdur. Belə, görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Çox insanların adları hallanacaq. Dəqiq məlumatlar isə istintaq yekunlaşdıqdan sonra bəlli olacaq. Bizə isə gözləmək qalır. Gözləyək.